Vay nə gözəl. Həm sözlər, həm musiqi, ifa. O illəri gətirdiniz bizə. O illəri apardınız bizi, bilmirəm. Hər halda qovuşduq o illərə. Sən inanırsan, mən axır vaxtda çox həssas olmuşam. Rəngiz xanım, istəyirəm əyləşək. Bir rahat suyunuz üçün, biraz siz də necə deyərlər, doldunuz. Bizi də apardınız o illərə. Adamı kövrəldi də. Sözlərə, Rövşən, sözlərə fikir ver. Həm həqiqət, həm əfsanə məhəbbət. Ən ilk nəğmə, ən ilk yazı məhəbbət. Sonra necə deyir, bir dənə də maraqlı söz var idi. Həm var olan, həm yox olan məhəbbət. Antonim sözlərdir, amma məhəbbətə şamil olur. Hər zaman ürəyinizdə məhəbbət olsun. Hər zaman sevilmişsiniz. Ona görə hamımızı kövrətdiniz. Tamaşaçılar da biraz qayıtdı o illərə, təbii ki, yaşayanlar. Mən nə demək istəyirəm sizə? Deməli, Rəngiz xanım, bax, bu mahnını oxudunuz da siz. Özüm də bir ifaçı kimi fikir vermişəm. Siz gözəl mahnılar oxumusunuz. Amma bu mahnılar əsasən biraz əvvəl söylədiniz. Böyük sənətkarlarımızın ifasında olub. Şövkət xanımın repertuarından oxumusunuz, Zeynəb xanımın repertuarından oxumusunuz, Flora xanımın repertuarından, Nisə xanımın repertuarından. Özdə çox yaraşdırmışsınız özdə. Bax, bunun sirri nədir? Çünki açığın deyim sizə, bax, o vaxt bir ifadə işlətdiniz ki, o vaxt hamısı oxuyurdu mahnılar. Nə olsun hamısı oxuyurdu? Hamısında mənim yaxşı alınırdı. Yaxşı alınmırdı. Kim sizə yamsılayırdı? O vaxt Zeynəb xanımlar var, yamsılayanlar həddindən ziyadə çox idi. Kim isə Şövkət xanıma oxşamaq istəyirdi, kim isə Flora xanıma. Amma siz bu mahnıları oxuyuxu, özünüzün bir Rəngiz Musəvi adınızı yazdıra bilmişsiniz. Mən musiqiçiyəm ha, tam musiqiçi olaraq. Yox, elədir də, elədir. Mən özüm də səndən razıyam. Bunu deyirlər. Elə olmalıdır da. Hamısı çünki ifa elədiyim ürəyimə, ruhuma yaxın mahnılardır. O səs tembri də var da. Bəli. Mənə həmişə... Səsin öz belə tembri var, şirinliyi var. Deyirlər ki, sənin sesin çox mikrofonda düşən səsdir. Özdə sözünüzə qüvvət. Hər müğənninin öz səsi, öz tembri seçilir də. Bu, budur, odur, budur. Nisə xanımdan mən istərdim deyim. Hələ o vaxtlar Nisə xanımın repertuarından Yel toxun, sonra mən sənin eşqinin, sonra bir zaman doğmaydın. Bunların hamısını oxudum. Oxumusunuz bunu, oxumuşam. Xatirə ansamblı ilə. Bir də şey də eşitmişəm mən bilirəm xatirimə dəyişəm. Ələkbər Tağıyev. Sonra Aşıq Ələsgərin sazından olmaz, telli sazın xoş avazından olmaz. Aşıq Ələsgərin sazından. Oxumusunuz. Çox olmuşam. Qaşqabağın yerlə gedir. İlhamı xanımın repertuarı. Sonra qaşların ayın parası. Canları alan budur. Bəli. Çox mahnılar oxumuşam. Nisə xanım bilmirdi. Nisə xanım qoydu mahnıları, unuttun. Yel to sonra bir sən bir mən olub. İstərəm. Nisə qulaq astı. Deyir, Rufa, sən necə bu səs və mahnılar düşüb? Çox şirin alınıb. Düşüb, düz deyir. Onu mənə dedi, onun ürəyi başqadır. Mən özüm onu çox istəyirəm. Bir sənətkar kimi, bir insan kimi. Nisə mənə dedi ki, Rufa, çox qəşəng oxumusan. Sözü və qüvvətə necə demədin? Düz deyir. Çünki sizdə bir ayrı gözəl alınıb. Yəni, dediyim kimi, o ifaçılar çox orijinaldır. Hərə özlüyündə çox gözəl oxuyub. Çünki öz repertuarında, öz siyim. Sizdə bilərəkdən bu işə qol qoymusunuz və başqasının repertuarını, amma özünüzünki kimi elə gözəl oxumusunuz. Bizimdir bu həyat, bu şənlik. Onu dedim bulutlar uçur, dedim leydən öyrənim. Bunu Züleyxa xanım məndən qabaq. O vaxt belə idi. Aybəniz xanım da yaxşı oxuyub bu mahnı. Bəli. O vaxt belə idi, hamı oxuyurdu. Çox mahnılar var, oxumuşam özümə məxsus. Sözü və qüvvəti.